Həftənin 5-ci günü 23 yanvar 2026-cı il. Tarixi niyə qeyd edirəm? Yəni ona görə qeyd edirəm ki, yəni bugün çəkirəm və yeni hər gün bir videonu paylaşmıram. Yəni bu çəkilişi standart dəfələrlə təkrar eləmirəm. Hal-hazırda istehsal bölməsində yağ deməli sokunu çəkirəm sizə. Bütün kremli məhsullarda biz istifadə edirik Valio kərə yağından. Quru məhsullar bölməsində, qoğallarda və s. digər bölmələrdə hər birisində istifadə edirik Veskol kərə yağından. Birbaşa distributorundan alınmış orijinal yağlardır. Eyni zamanda təbii ki, keyfiyyətin ən yüksək göstəricilərindən biri olan, gördüyünüz kimi, Belçikanın ən yüksək keyfiyyətli yəni qənnadı istehsalında istifadə olunan 2 markası var. Deməli, bundan daha yüksək markalar var ki, Azərbaycan bazarında yoxdur. Biz ən yüksəklərini alırıq. Deməli, Kalibaut var. Hal-hazırda südlü olan və Belkalat istifadə edirik. Bütün tort kremli məhsullarda, şokoladlı məhsullarda ən yüksək keyfiyyətli bu 2 markanın şokoladlarını istifadə edirik. Və 1 kiloqram qiyməti 22 manatdır. Daha doğrusu 42 manat qiymət. Deməli, marketdə zaten qiymətlərini qeyd eləməyə ehtiyac yoxdur. Özünüz bu yağların qiymətini və keyfiyyətini bilirsiniz.